Salam, sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördüm. Bu günləri sizlərlə uşaqlığımızı xatırladan bir şirniyyat hazırlayacağım qızlar. Bu günləri mən turbuçka edəcəm. Bilmirəm 90-cı illərin 93, 90, 90-cı illər 92-ni, yəni burada xanımlarımız varsa da həmən illəri xatırladan bir şirniyyat hazırlayacağım. Mən sevə-sevə, düzdür, ondan qabaq da yəni bu şirniyyat olub. Ama o zamanları daha çok sevirdik, sevə-sevə yeyirdik. Uşaq vaxtı belə deyim, o zamanları çox elə şirniyyat hazırlanmırdı. Belə yəni toylarda, istər bayramlarda olsun, istər xonçalarımızda, yəni bəzəyi olan bu şirniyyat hər zaman uşaqlıqda sevə-sevə yediyimiz, sevə-sevə yəni bayramı gözləyib bu şirniyyatın hazırlanmağını gözləyirdik, belə deyim. Mənim üçün ən sevimli şirniyyatlardan olub uşaq vaxtından bu yana. İndi də istədim hazırlayam. Elə sizə də bir fikir olar. Düzdür, öyrətmək məqsədi ilə çəkmirəm. Sadəcə bir vlog kimi çəkdim. Dedim bir fikir olarak paylaşaram. Yəni turbuçkanın içərisinə gedənləri masanın üzərinə yığmışam. 4 yumurta, 1 stəkan şəkər tozu, 1 qabartma, 1 vanil götürmüşəm qızlar. Yarım stəkanda duru yağ, 1 stəkanda qatıq. Qabartmanı da qatığın içərisinə qatıram. Biraz əlimdə qarışdırıram qızlar. Yəni sonra yəni ərzaqların üzərinə tökürəm. Düzdür, mikserlə çalmamışam. İstəsəniz mikserlə də çala bilərsiniz, istəsəniz əllə də çala bilərsiniz. Amma mən əlimlə çaldım. Əvvəl düzdür mikseri çıxartdım. Dedim mikserlə çalaram. Sonra dedim yox, elə çırpıcı ilə çalaram. Daha mikseri quraşdır, səsi küyür. Ondan elə əlimlə çalaram. Yəni hasantda heç mikserə ehtiyac da yoxdur. Dediyim kimi siz istəsəniz elə əlinizlə də çala bilərsiniz. Daha rahat olar əlinizlə çalmaq. Mən çox sevirəm qızlar. Bu halın belə bir turbuçkanı da sevirəm, rəngli turbuçkanı. Qat-qat xəmirdən hazırlanan turbuçkanı da sevirəm qızlar. Yəni bir gündə sizlərlə də o turbuçkadan hazırlayaram, bir vlog olaraq çəkərəm. Düzdür, yenə deyirəm, yəni öyrətmək məqsədi ilə çəkmirəm. Sadəcə bir vlog kimi çəkirəm. Sevdiyim şirniyyat olsun, sevdiyim yeməklər olsun, hər hansı bir şirniyyatı, hər hansı bir yəni yeməyi istəyirəm ki, hər birini çəkəm, videomda paylaşam, bir vlog kimi paylaşam. Bəlkə də mən özüm bəzən elə olur ki, nəyisə başa düşmürəm, hansısa bir videodan və yaxud da hansısa bir vloqa baxanda baxıram ki, bu xanım hansısa bir şirniyyatı hazırlayıb, xoşuma gəlirsə də mən də evdə hazırlayıram, baxıram ki, görüm necədir, yaxşıdırmı? Əgər xoşuma gəlirsə də, yəni daha tez-tez hazırlayıram. Yəni istəyirəm ki, yəni bir videomda da, bir kanalımda da, yəni o şirniyyat olsun, istər o yemək olsun, mən də paylaşım. Mən ona pis baxmıram qızlar. Bəlkə də deyirsiniz ki, və yaxud da kanal sahibləri deyər ki, mənim kanalımdan götürdü, mənim kanalımdan paylaşdı. Yox, sadəcə bir yəni olsun, sizdən öyrənmişəm, yəni mən də bişirmişəm, xoşuma gəlib, mən də paylaşmışam. Mən burada heç bir yəni pis bir fikir görmürəm. Daha da mənə xoş olar ki, mənim kanalımdan kimsə də mənim yeməyimdən yararlanıb, mənim olsun şirniyyatlarımdan, istər bağladığım bankalar olsun, yəni yararlanıbsa da nə xoş mənim halıma. Mənim köhnə bir yəni vloqumdan, yəni o birisi kanalımdan bir xanım mənə yazmışdı ki, siz bağladığınız xiyar tutması kimi hazırladım. Çox gözəl oldu. Hər zaman bağlayırdım, atırdı. Atmaları çox olurdu, amma bunu bağladım. Çox gözəl oldu. Mənə də nə xoş hal ki, kimsə də mənim videomdan nəsə götürüb, yəni yararlanıb. Mən də kiməsə bir yararlandım.
Mənə də xoş olar. Mənim özüm də hər zaman baxıram hansısa bir videolara, hansısa bir kanala ki, yəni orada nəsə varsa da maraqlı, mən də istəyərəm ki, bişirirəm də, istər yemək olsun, istər şirniyyat olsun, bişirirəm, hazırlayıram. Xoşuma gəlirsə də daimi onu mən hər zaman belə deyim, yəni yemək bişirdiyim və ya da şirniyyatlarımın arasına qatıram ki, tez-tez də bişirirəm, tez-tez də hazırlayıram. Belə hazırladım, miksersiz, yəni əlimin çırpıcı ilə açdım. Çox gözəl də xəmiri oldu. Nə qatı olmur, nə suyuq olmur. Qızlar, keks necə tökürsüz o qaydada, yəni qatı olmur da, bilirik ki, keks elə qatı halında etmirik. Belə qablara ayırıram qızlar. Ayırıb qırağa qoyuram, vərəqlərini sonra qatıram. Bir qabda da ayrı qırağa qoyuram. Əgər azlıq edərsə də üzərinə o qabdan götürürəm. Mən bir porsiyanınkini etdim. Yəni 2 porsiyanı etmədim. Siz 2 porsiyanı etsəniz, yəni hər birini 2-2 artıra bilərsiniz. Mən bir porsiyanı etdim. Mən qızlar, əlimin altında rəng qırmızı rəng oldu. Sarı, yaşılla mavini az tapdım. Evdə qalan bir yəni az paketin içərisində qalan bir az qalmışdı. Onu atdım. Bilmirəm, əvvəllər mağazalarda daha çox rəng olurdu. İndi nəinki tapmadım. Axtardım, yəni Araz marketə də getdim. Yanımızdakı marketlərə də getdim. Yəni demək olar obaya da getdim. Neçə marketə getdim. Heç birində tapmadım rəng. Amma indi deyirəm ki, kaş elə mən ora o mağazaları gəzdiyimə bir şirniyyat mağazasına girərdim. Şirniyyat mağazasında bəlkə də olardı. Olmamış olmazdı, çünki yəni qida boyasıdır da, belə deyim. Yəni şirniyyatlarımızda istifadə edirik. Tort ləvazimatları olan yerdə mütləq olar, olmamış olmaz. Ona görə də mən elə ağılsız oldum, belə deyim. Ora baş vurmadım. Kaş elə ora baş vurardım. Bu qədər də əziyyət çəkməzdim. Amma yenə də gözəl oldu. Az da olsa, yenə də belə deyim, rəng olaraq az da olsa rəngim evdə oldu, çatdı. Mən sevirəm, yəni belə süfrələrimizdə cürbəcürə rəngli şirniyyatlar olsun, istər salatlar olsun, süfrəyə bir rəng qatır, bir gözəllik qatır. Ona görə də mən sevə-sevə də hazırlayıram, belə deyim qızlar. Belə bir aparatdır. Yəni bildiyimiz kimi hər yerdə satılır. İndi müasir devirdir. Yəni əvvəllər qəlplər olurdu. Qaz sobasının üzərində bişirirdik, amma indi şükür hər bir yəni belə deyim aparatlar olsun, şirniyyat ləvazimatları olsun, hər bir şey indi var. Əlimizin altında asandır. Əvvəlki devrə baxanda indi nə istəsək tapa bilərik. Mən də belə bir aparatım var. Çox gözəl də bişirir qızlar. Yəni rahat, yəni bir əziyyət çəkmədən tez hazırlanır. Bəzən elə olur ki, xanımlarımız deyir ki, şirniyyatımız etdik, yaxşı olmadı. Amma bu asandır, xəmiri də asandır, tez hazırlanır. Düzdür, bu vaxt apara bilər, vaxt itkisi ola bilər. Yəni belə deyim, bişirmə vaxtı apara bilər, amma çox asandır, rahatdır. Yəni heç bir yəni əziyyəti, itkisi olmur. Mən yağladım aparatı, xəmiri tökdüm, bişirdim qızlar. Düzdür, bu özünün kalçuk qəlbi var onunla vurmaq üçün, amma o rahat deyil, çox belə qobud çıxardır. Amma mən özüm öz əlimlə edəndə incə olur, daha biraz elə ki incə olur. Bu yəni belə deyim, o kalçuk özünün qəlbi çox belə böyük olur. O ortasının nazik hissəsindən də çıxardıb yumru elə yəni belə yumru halında etmək olar, amma bunu belə deyim də gül formasında bükməkdir. Amma mənə elə gəlir ki, elə rahat olmur. Əldə özünüz bükəndə daha rahat olur. O formasını özünüz daha rahat alırsınız. Mən qırmızı rəng, indi əvvəlcə qırmızı rəngini bişirdim.
Sonra isə hissə-hissə o birisi rənglərdən də qatacağam. Çünki qırağa qoymuşam xəmirini. Qıraqda saxlayıram. Birinci qırmızını bişirdim. Siz hansı rəngini istəsəniz, yəni bilirsiniz də, indi qabağa özü sala bilərsiniz. Sadəcə birinci qırmızını saldım. Çox gözəl görsəndi qızlar. Mən çox bəyəndim, çox razı qaldım. Evdə də uşaqlar da bəyəndilər, sevə-sevə də yedilər. Düzdür, mən belə deyim, bunu qaynımın qızının ad günü olduğu üçün bişirmişdim orada süfrə üçün. Amma orada süfrəni bəzəyəndə çəkə bilmədim. Həm qarışıqlıq oldu, çəkib istədim sizlərlə də bölüşüm, amma çəkə bilmədim, alındıra bilmədim çəkməyi. İnşallah bir günləri sizlərlə belə bişirərəm. Həm belə deyim, mən belə bir nəzərimdə belə bir tutmuşam ki, həm bu rəngli turbuçkadan edəm, tək qırmızı yox, ümumiyyətcə rəngli turbuçkadan edəm. Həm də ki, qat-qat xəmirdən olan o birisi turbuçkadan edəm. İkisini də çəkəm, sizlərlə eyni anda paylaşıram. Fərqi siz edəsiniz. İndi isə mavi rəngini göstərəcəm qızlar. Burada əslində tünd göydür, mavi deyil. Bişəndə biraz elə bir ki, rəngi açılır. İstər-istəməz yəqin ki, xəmir də bişir, açılır, isti dəyir, rəngi açılır. Amma qəşəng görsənir qızlar. Dediyim kimi, çox gözəl görsəndi süfrələrinizdə. Siz də hazırlaya bilərsiniz, süfrələrinizə rəng qata bilərsiniz. Mənə elə gəlir ki, bu yeni il süfrəsinə daha gözəl yaraşar. Ona görə ki, yeni ildə bilirik ki, yəni rəngarəng adi şam ağacımızın üzərindəki o rəngarəng iqruşqalar elə bir rəng qatır. Elə də süfrəni, yəni bu şirniyyat daha da gözəlləşdirər. Mən elə düşünürəm. İndi bilmirəm, bəlkə də mənim fikrimcə düz demirəm, bəlkə də mənim fikrimlə razılaşanlarınız olmaz aralarınızda, amma mən çox sevirəm süfrə, yəni bol olsun, belə deyim, fərqli olsun. Allah hər zaman süfrələrinizi bol etsin, ruzili, bərəkətli etsin. Birinci növbədə Allah can sağlığı versin. Sonra isə hər zaman ruzili, bərəkətli bir süfrəniz, eviniz olsun inşallah. Canımız sağ olanda hər bir şeyi etmək olur, hər bir süfrəni açmaq da olur, o belə deyim, evi qurmaq da olur. Tək bircə can sağlığı olsun. Mən mavi rəngini də etdim. Dediyim ki, mavi rəngim biraz az idi. Rəngim evdə az qalmışdı. Ondan hazırladım. İndi sarısını edəcəm qızlar. Sarı, bir də yaşıl. Yaşılım da azdı. Amma sarı ilə qırmızı marketdən tapdığım üçün yəni rahat da tapdım. Yəni hərəsindən 2 paket almışdım. Düzdür, heç 2 paket getmədi. Bir yarım belə getdi. Amma çox gözəl oldu. Rəngli, ürək açan belə bir şirniyyat oldu. Siz yəni istəsəniz bu xəmir, yəni belə deyim, turbuçkanın içərisinə zavarnoy krem də hazırlaya bilərsiniz. İstəsəniz çukuşon malokadan da istifadə edə bilərsiniz. İstəsəniz də yəni satın alma kremdən, yəni zövqlər müxtəlifdir. Yenə deyirəm, mən evdə zavarnoy krem hazırladım. Özüm evdə etdim. Yəni maloko ilə etmədim. Sadə evdə etdiyimiz, hər zaman etdiyimiz sadə kremlə hazırladım. Sizlər də zövqlər müxtəlifdir. Yenə dediyim kimi, istəsəniz zavarnoy krem, istəsəniz də çukuşonu maloko və yaxud da satın alma kremlə hazırlaya bilərsiniz. Satın alma kremlə hazırlayanda daha yüngül olar. Mənə elə gəlir, daha gözəl olar. Düzdür, malokanın da bir başqa bir dadı var. O da yəni bir dad verir şirniyyatlarda. Yəni yenə deyirəm, zövqlər müxtəlifdir. Mənə elə gəlir ki, sadəcə yəni hazır krem daha yüngül olar şirniyyata. Nəinki adi aldığımız tortlarda görürük ki, yəni satın alma kremlə hazırlanır. Onda daha rahat olur, yüngül olur. Yəni bəzən elə olur ki, şirniyyatlar kremi bol olur. Bilmirəm, yağını mı çox tökürlər, necə olursa da bir damcı tortu ağzına alırsan, krem özü elə bir ki, adamı tutur. Ona görə mənə elə gəlir ki, mən satın almaq, yəni tortlarda kremi daha çox sevirəm. Onda daha yüngül olur, onda daha yaxşı olur.
Mənə görə elədi. İndi bilmirəm sizlər necə. Sarısını bir də hazırladım. İndi yaşılını edəcəm. Yəni 4 rəngim olacaq. Qırmızı, yaşıl, mavi, sarı. Qoz rəngi də almışdım qızlar. Karışıq rəng. Nəsə amma etmədim ki, nə bilim necə görsənər. Düzdür, bir dəfə etmişəm. Ürək açan rəngi olmayıb, amma istəmədim süfrədə bir rəngi biraz boğuq görsənir. Ona görə də elə heç almışdım. Əlacsız qalıb almışdım. Amma heç yəni etmədim. Yəni açmadım ağzını. Dedim ki, süfrədə yaxşı görsənməz. Çünki ad gününə hazırlaşırdıq. Yəni dedim süfrədə də yaxşı olmaz. Bu rəng qatır ən azından. Həm də ki, bizim ad günümüz elə yeni il ərəfəsinə yəni düşmüşdü. Düzdür, videonu gec paylaşacağam, gec səs yazdıracağam. Yeni il ərəfəsinə düşmüşdü. Yəni istədik ki, süfrədə fərqli bir yəni rəng olsun, şirniyyatları fərqli olsun. Sağ olsun, Eltim də gözəl yəni süfrə açmışdı, gözəl yəni şirniyyatlar hazırlamışdı. Tək bu deyildi. Yəni gözəl yeməkləri var idi, amma çəkə bilmədim. İstəyərdim ki, bir süfrə olaraq çəkərdim, paylaşardım. Mən düzdür, belə deyim, çox tərəfdarı deyiləm hansısa süfrələri paylaşım. Məsələn, yəni az da olsa ara bir istəyərəm, amma belə çox istəmirəm ki, gündəlik məsələn süfrəni paylaşım, hər dəfə bir süfrəni paylaşım. Yox, onu sevmirəm. Elə bir ki, mənə elə gəlir ki, o elə bir göstərici olaraq, göz yorucu olaraq sevmirəm onu. Yenə deyirəm qızlar, mən hazırladım, çox gözəl oldu, dadı da çox gözəl oldu. Məni uşaqlıq illərimə apardı, onu xatırlatdı. Hər zaman yenə dediyim kimi uşaqlıqda analarımız bişirirdi. Süfrə ən çox da belə deyim, toylarda görürdük ki, toyda, bayram ərəfələri yəni analarımız bişirirdi. Süfrəyə bir gözəllik qatırdı. Uşaqlığımızın bir sevə-sevə yediyi bir şirniyyat idi. Ona görə də istədim. Mən də bişirim, mən də kanalımda bir vlog olaraq paylaşım, bir fikir olaraq. Yenə deyirəm, mən heç bir yəni videomu öyrətmək üçün çəkmirəm. Sadəcə bir vlog olaraq çəkdim. Mən də sevirəm hansısa bir kanaldan, yenə deyirəm, götürəm, nəyisə paylaşam, nəyisə yəni hardasa nəyisə öyrənəm. Yəni mən bunu özümə eyib hesab etmirəm. Belə hazırladım. Düzdür, mavi rəngi o qədər mənə ürək açan olmadı, çünki rəng yaxşı deyildi. Amma qırmızı ilə sarı rəng mənə daha xoş gəldi. İndi bilmirəm sizlər necə. Belə qoydum soyusun, kremini hazırlayım qızlar. Zavarlı krem edəcəm dediyim kimi. Özüm evdə hazırlayacağam. 3-4 qaşıq un götürmüşəm. Stəkan yarım şəkər tozu. Mən südlə edəcəm. Yəni baxıram, bəzən görürəm ki, kremləri su ilə edən də var. Düzdür, su ilə də etmişəm. Su ilə olanda daha ağ çıxır krem. Amma indi istədim ki, südlə hazırlayım qızlar. Ona görə də elə südlə hazırladım. Stəkan yarım şəkər tozundan unu qarışdırdım əvvəlcə. Çünki əvvəlcədən qarışdıranda pot olmur. Nəinki südü töküb ondan sonra unu, şəkər tozunu tökəndə istər-istəməz pot olur. Krem nə qədər mikserlə açılsa belə, onda da o içərisində o potlar yenə də olur. Ona görə də əvvəlcədən unla şəkər tozunu qarışdırdım. Üzərinə 2 stəkan süd götürmüşəm. Yəni istəsəniz siz 1 stəkan yarımını da yəni südündən krem hazırlayarsınız, amma mən 2 stəkan götürdüm. Ona görə ki, yəni bol istədim ki, kremim bol olsun. 2 stəkan südü də tökəcəm, qarışdırıb qazın üzərinə qoyacağam, bişsin, soyusun. Yağını da həll edib başlayaq sizlərlə qızlar. Yəni turbuçkalarımın içərisini kremləyim.
Düzdür, vaxt aparır. Belə deyim, hamısı bir-bir işdir, bir-bir bişirirsən, bir neçə rəng edirsən, kremi hazırlamaq olsun, istər də içini, xəmirinin içini hazırlamaq olsun. Amma vaxt aparsa da belə, düzdür, yorucu olsa da belə, vaxt aparsa da belə, amma tez hazırlanır. Yəni o yorulmağı hiss eləmirsiniz qızlar. Yəni tez hazırlanır, xarab olunacaq bir yəni xəmiri olmur. Bəzən elə olur ki, biskviti hazırlayırıq, tökürük, biskvit köpməyə də bilər, yaxşı çıxmaya da bilər, amma bu rahat olur. Hazırladım qızlar. Qazın üzərində bişirdiyini sizə çəkmədim, uzun olacaq idi deyən, ona görə də belə bişdi, hazır oldu. Qoyum soyusun. Sonra yağını tökəcəm. Mikserlə çalacam. Bir dənə də üzərinə vanil atıram. Mən hörəni edəndə atmıram. Onda elə bir bişir, iyisi dağılır. Amma belə olanda daha rahat yox. Belə deyim, iyisi daha yaxşı qalır. Üzərinə də bir dənə salna vuracam. Yəni siz istəsəniz hansı yağdan istəsəniz o yağdan da edə bilərsiniz. Mən üzərinə bir salna vuracam. Mikserlə yaxşıca qarışdırıb krem halına gətirənə kimi qarışdırım. Krem alınsın. Sonra isə sizlərlə birlikdə yəni turbuçkalarımızın içərisini doldurarıq qızlar. Bəlkə də uzun uzadı video oldu, sizi yoracaq. Amma yəni şirniyyatın özünün bişirməyi vaxtı yəni uzun çəkdi. Ona görə də belə uzun, nə qədər qısaltdım da qızlar, nə qədər kəsdim videoların, qısaltdım. Çox hissələrini çəkmədim ki, yəni sizə uzun gəlməsin, yorucu gəlməsin. Amma yenə də belə deyim, videom çox uzun oldu. Biraz çox danışdım, üzürlü sayın. Çünki məcbur idim video boyunca çəkdiyimi sizlərə yəni danışa-danışa bölüşüm. Bəzən elə olur musiqi də qoyuram, amma baxıram ki, danışıq olan videoda daha çox baxış gəlir. Nəinki yəni musiqi ilə qoyanda. Düzdür, musiqi ilə qoyduğum videolarda çox olub, amma belə yəni danışdığım videolarda düzdür, yorucu gələ bilər, amma nə edim, yəni videom uzun olduğu üçün belə də danışdım. Gözəl belə krem alındı. Dümağ ağappaq gördüyünüz kimi qızlar. Yəni suyuq alınmır qatı şəklində. Çox gözəl oldu. Torbaya dolduracağım. Mənə torba narahat gəldi qızlar. Kaş sifrişim olardı. Sifrişlə daha rahat olardı. Mənə nəsə hər zaman belə kremdən istifadə edəndə torba mənə narahat gəlir. Bilmirəm sizlər necə. Bəzən deyirlər ki, torba rahatdır sifrişdən. Amma mənə yəni sifriş daha rahat gələr. Burada elə bir ki, kremi tökürsüz, sıxanda istər-istəməz torba çox batır, adamın istər-istəməz əli də batır. Mənə narahat gəldi, amma sifriş olsa daha rahat olar. Elə sifrişlə də rahat dolduraram. Elə doldurmaq, bax bu hissəsi, kremi torbaya doldurmaq mənə daha narahat gəldi. Nəinki, yəni turbuçkanın içərisinə doldurmaq. Ona görə də belə biraz narahat oldum. Mən biraz şirəli, yəni şirəli, kremli bir şeyə allergiyam var deyə məni elə biraz narahat etdi. Gördüyünüz kimi doldururam belə hər dördünün də, 4 rəngin dördünü də içərisinə dolduracağım. Çox gözəl də doldu. Kremi də gözəl oldu. Yəni krem sizdən asılıdır. İstəsəniz bol edə bilərsiniz, istəsəniz az miqdarda edə bilərsiniz. Mən belə bol etdim. Çünki kremli daha yaxşı olur. Uşaqlar da sevirlər. Ona görə də belə kremli etdim. Mən hazırladım qızlar. Siz də hazırlaya bilərsiniz. Sizlər də yəni hazırlamayıbsınızsa da belə videolara baxıb hazırlaya bilərsiniz. Mən burada heç bir eyib görmürəm. Yəni bilməyib öyrənməmək eyib deyil. Mən də nəyisə bilmirəm, nəyisə öyrənirəm. Sizlər də istəsəniz yararlana bilərsiniz. Hər 4 rəngin 4-ünü də belə bol kremlə kremlədim. Yəni qoydum qırağa. 2 rəngin ikisini etdim. İndi isə sarı rənglərlə qırmızı rəngi dolduracağam. Çox da gözəl görsənir. İndi şəklini də yəni qoyacağam. Baxarsınız.
Əgər bəyənərsinizsə də kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim. Baxıram, baxış sayı çoxdur, amma like etmirsiniz, yorum yazmırsınız. Yəni orada bir bəyənirsinizsə də like düyməsini basmaq mənə elə gəlir ki, elə bir çətin bir iş deyil. Yəni sizin bir like'ınız mənim üçün böyük bir baxışa səbəb ola bilər. Mənə xeyriniz dəymiş ola bilər. Mən də hər zaman, yəni sevirsinizsə də bunu edə bilərsiniz. Mənə elə gəlir ki, demirəm mənim əziyyətim sizdən ötəri əziyyət çəkirəm, yox. Ən azından mənim də vaxtım gedir. Bir minnət kimi də demirəm. Sadəcə bir videoya dəyər verib, əgər videoya baxırsınızsa da, buna yəqin ki, bu videoyu hazırlayıb başa gəlmək üçün vaxt gedirsə də, siz də əziyyətimi dəyərləndirə bilərsiniz, gözəl izləyicilərim. Belə hazırladım hər 4 rəngini də qızlar. Gözəl də çıxdı, dadı da gözəldir, çox super də alındı. Mən razı qaldım. Süfrələrdə də çox gözəl görsənir. Siz də hazırlaya bilərsiniz. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Gözəl izləyicilərim, sizin dəstəyinizə ehtiyacım var.